Arvadla danışmışam ki, deyirəm bu evi satın, benim evim əmlaka. Elə özü gəlir. Saxla, saxla görüm bacı olur, saxla. Saxla. Salam ay dayı. Ay can. Salam bacı olur. Aleyküm salam. Sən evim əmlakda işləmirsən. Hə dayı. Qurban olur. Deyir istədiyin yar idi, yetirdim pərverdigar. Mən bu evi satmaq istəyirəm. Allah səni göydən saldı. Gəl görək, elə istəyirəm evim əmlak satsın. Bacı oğlu, bax bu 3 sot yarımın içində 100 kvadrat ev, söhbətgahı, letni kuxnası, nə istəyirsən sən, kufça sənət hamısı bir yerdə. İsti pol, girib baxacaqsan indi hamısına. Bu qiymətə yoxdur, vallah yoxdur. Dostlar, bura nə Mərdəkandır, nə də ki başqa bir ərazi. Bu günlər gəlmişik yenə atçılığa. Maçlar yoldan 5 dəqiqə məsafədə. 3 sot yarımın içərisində paket kutucada sizlərə elə bir qiymətə satmışam ki, həm şəxsi yaşayış üçün bağ evi kimi də istifadə edə bilərsiniz. Maçlar yoldan yaxınlığında 3 dənə böyük marketi yerləşir. Tam soru, arazı, rahatı, hər bir şəraiti var. Bir sözlə yoldakı təzə asfaltla. Həyətində xudmani söhbətgahı, mətbəxi, sanitar qovşağı, həyətində hələ evin içinə keçmə, evin içində gördüyünüz bütün əşyalar qiymətə daxildir. Həyətində 2 dənə gözəl palmalı ağacı, bu palmalı ağacının yəni qiymətin bilənlər bilir. Kimlər ki bu mənzillə daha yaxından tanış olmaq isə Evim Əmlak şirkətindən mənimlə əlaqə saxlaya bilərlər. Sağ olun, salamat qalın. 153.000 manata 100 kvadrat, 2 mərtəbə mənzil heç yana tapa bilməsin. Bura Bina Atçılığın yanında. Maçlar yoldan 5 dəqiqə məsafədə, yaxınında 3 dənə böyük marketi və bütün hər bir şəraiti var. Yoldakı təzə asfalt. Arvadla danışmışam ki, deyirəm bu evi satın, benim evim əmlaka.